Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. El akıbetu lil muttaqin ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala a'daihim ecmaîn. Əzizlər, bu gün tarix bəhsinə başlayacağıq bir şəxsiyyət üzərindən. Həm düşünürəm ki, qarşıdan Muharremin gəlişi, həm də tarixdə şəxsiyyəti itən şəxslər mövzusunda toxunmalı olduğumuz mühüm mövzulardan biridir ki, təbliği çox zəifdir. İnsanlar arasında tamam bəzən fərqli və mənfi obrazda tanınan bir şəxsiyyət kimi formalaşıb, təəssüf ki, çünki düşmənlər də zaten bunu istəyirdi və bu fikir də təəssüf olsun ki, Əhl-i Beyt tərəfdarlarının arasında da belə görsən ki, yaygın bir haldadır. Bu haqqında danışacağımız şəxsiyyət Muhammed Hənəfiyyə rəhmətullah əleyhdir. Muhammed Hənəfiyyə ki, yaxud Muhammed bin Hənəfiyyə deyilib, ya Muhammed Əkbər deyilib ki, Muhammed bin Əli əslində adı Muhammeddir, bin Əli, yəni Əli əleyhissalamın oğludur və künyəsi də Əbul Qasim olubdur. Muhammed Hənəfiyyənin atası İmam Əli əleyhissalamdır. Anası Xavlə binti Cəfər bin Qeys bin Məsləmə bin Sələmə bin Yərbu bin Sə'ləbə bin Davul bin Hənəfiyyə bin Ləcim bin Sa'b bin Ali bin Bəkir bin Vaildir. Ki, bu kitablarda da qeyd olunur, yəni müraciət edə bilərlər. Məsələn, İbn Sa'dın Təbəqatul Kubra kitabının 3-cü cildində şəcərə verilir. Doğum tarixi tam bəlli deyil, ehtimal verilir ki, hicrətin 16-cı ilində, yəni miladi 637-ci ildə 2-ci xəlifənin hakimiyyət ilində dünyaya gəlibdir Mədinədə və Əli əleyhissalamın ilk övladıdır, oğul övladıdır, belə deyək. Peyğəmbər sallallahu şəhadətindən sonra dünyaya gələn ilk oğlun övladıdır. Və tabiinin ilk təbəqəsindən sayılır, ilk dəstəyə aid olanlarından sayılır. Tabiin də o şəxslərdir ki, bilirik ki, səhabə Peyğəmbər sallallahu görənlərə deyilir. Yəni, təbii ki, sırf görmək kifayət eləmir. Görür, iman gətirir və o əqidə üzərində də, salim iman üzərində də dünyasını dəyişir. Amma Peyğəmbər sallallahu görməyib, səhabəni görənlərə tabiin deyilir. Muhammed Hənəfiyyə də Peyğəmbər sallallahu aleyhi şəhadətindən sonra dünyaya gəlmişdir. O tabiinin ön cərgəsində gələnlərdən sayılırdı. İndi yəni siyahı ilə, hesabla bu cürdür. Ona həmçinin Muhammed Əkbər də deyərdilər. Yəni bu da bu mənadadır ki, Əleyhisselam Muhammed adında başqa övladlar da vardı. Bu adda, bu isimdə olan ən böyük övladı Muhammed Hənəfiyyə idi. Ona görə Muhammed Əkbər də deyirdilər. Mesela İbn Sa'd Təbəqatul Kubranın 3-cü cildinin 14-cü səhifəsində bu cür qeyd edilir. Həm özü alim idi, sahibül fəzail idi, fəzilətlər sahibi idi, səxavətli idi, qəhrəman mərd bir şəxs idi. Vəfatı da hicrətin 81-ci ilindədir. Yəni, miladin təqribən 700-cü ilə düşür. Muharrem ayında ki, 65 yaxud 64 yaşında Mədinə şəhərində vəfat edir və Bəqidə dəfn olunur. Muhammed Hənəfiyyənin həyatına biz nəzər salsaq, həmin dövrün siyasi gedişatında özünə məxsus çəkisi olan və sözü dinlənilən şəxsiyyətlərdən biri olduğunu hətta biz görərik. Yəni, səbəb ki, onun imanlı, zahid, abid, alim bir insan olduğunu yəni biz göstərə bilərik ki, buna görə də o dövrünün qabaqcıl şəxsiyyətlərindən sayılırdı. Hətta üstün şəxsiyyətinə görə ona Bəni Haşimin fəxri də deyirdilər. Məsəl üçün, İbn Əbil Hədid Mu'təzili Nəhcül Bəlağəyə şərh yazıb, onun 15-ci cildinin 285-ci səhifəsində bunları gətirir. Amma təbii ki, siyasi cəhətdən də çox çətin və Əhl-i Beyt mənsub olduğu üçün çox çətin dönəmlər yaşayıb və çox böyük böhtanlarla, iftiralarla da üzbəüz qalıbdır ki, bunları inşallah gələcəkdə biz toxunacaq. Bəzi insanlarda Muhammed Hənəfiyyə ilə bağlı yaranan suallardan biri də burada olur ki, əgər o həqiqətən də Əleyhisselamın oğludursa, ona niyə Muhammed ibn Əli yox, Muhammed bin Hənəfiyyə yaxud da İbn-ül Hənəfiyyə deyiblər. Yəni, ya bəziləri şübhə atıblar, ya da sual veriblər öyrənmək üçün. Ki, yaxud insanlarda şək yaratmağa görə. Ki, nəuzubillah, bu Əleyhisselamın övladı deyil.
Yəni diqqət etsək dediyimiz kimi biz tarixi mənbələrdən birinci insafla araşdıranda görürük ki, bilməli şəkildə kifayət qədər mənbələr deyir ki, bu şəxsiyyət yəni Muhammed Hənəfiyyə əleyhissalamın övladıdır, oğludur. Anası da kimdir və o xanımla evlənəndən sonra bu uşaq dünyaya gəlibdir. Və ona həmçinin Muhammed bin Əli də deyilir. Və heç bir mənbədə Həzrət Əleyhissalamın oğlu olmadığı yoxdur. Yəni belə bir konkret, mötəbər, səhih, belə hətta müsnəd kitabları olsun, təbəqat kitabları olsun, sirə kitabları olsun, hansındasa ya ricallarda olsun, hansındasa belə bir məşhur iddia da yoxdur ki, o Əleyhissalamın övladı deyil. Əksinə, yəni tarixi mənbələr biz baxanda görürük ki, burada ixtilaf yoxdur. Və Muhammed Hənefiyyənin də adı qeyd olunubdur. Sadəcə burada səbəb nədən ibarətdir? Yəni İbnül Hənəfiyyə, Muhammed Hənəfiyyə deyiləndə. Anası Xalə binti Cəfərin Bəni Hənəfiyyə tayfasından olmasıdır. Yəni ona da anasına görə bin Hənəfiyyə, Muhammed bin Hənəfiyyə, Muhammed Hənəfiyyə mənasında deyilir. Yəni Hənəfiyyə tayfasının oğlu mənasında. Nəinki atası bilinməyən, anasının övladı mənasında. Yəni tayfasına nisbət verirlər. Yəni bu da ərəblər arasında məşhur bir şeydir ki, bu cür xitab eləmək, yəni normal bir baxış idi. Məsəl üçün deyək ki, heç uzağa getməyək. İmam Həsənlə İmam Hüseyn əleyhissalama, məsəl üçün İbn-i Fatimə, məsəl deyirdilər. Əbülfəzl Abbas əleyhissalama İbn-i Kiləbiyyə, anasının qəbiləsi ilə deyirdilər. Əleyhissalamın övladı ki var ki, Əmir adında, bəziləri Ömər deyirlər tarixdə. İbn-i Tağlabiyyə, sonra Ubeydullah adında bir övladı vardı, İbn-i Cəhşiyyə, Cəhşəliyyə, məsəl üçün. Nurul Əfsarın sahibi Muhammed Şurrab, məsəl üçün kitabın 208-ci səhifəsində bunları gətiribdir ki, yəni bu cür adlanma olubdur. Ona görə də bu qeyri-adi bir şey deyil. Yəni bu onların ana tərəfdən hansı tayfaya mənsub olmaqlarına bağlı olduğu üçün deyilibdir. Yəni Muhammedə də İbn Hənəfiyyə deyilməsi onun atasının Həzrət Əleyhissalamın olmadığı düşüncəsində deyilmir. Əksinə İmam Əleyhissalamın doğma övladı idi. Bu ad kimi də deyilməsi onun anasının qəbiləsinə nisbət verilməsi idi. Ki, amma mahiyyət də buydu ki, Bəni Hənəfiyyə tayfası da ərəblərin ən döyüşçül tayfalarından idi, öndə gedənlərdən idi. Yəni, hətta Fəth surəsinin 16-cı ayəsində bədəvilərdən yerdə qalanlara de ki, tezliklə möhkəm və güclü bir, cəngavər bir dəstəyə tərəf çağırılacaqsınız ki, onlarla döyüşəsiniz. Ayəsində, hətta təfsirdə deyirlər ki, alimlər, möhkəm, o cəsarətli, cəngavər bir dəstədə sözündə məqsəd Bəni Hənəfiyyə tayfasıdır. Yəni Muhammed Hənəfiyyənin mənsub olduğu tayfaya nisbət verilir. Deməli, mahiyyət olaraq, yəni biz görürük ki, burada da Muhammed Hənəfiyyə, bin Hənəfiyyə, yəni İbnül Hənəfiyyə bu cür deyilmələrin əsası Əli əleyhissalamın övladı olmadığına görə yox, anasının tanınmış, böyük, güclü bir tayfasının olduğuna görə nisbət verilərək deyilibdir. Muhammed Hənəfiyyə dünyaya gələndən sonra Həzrət Əleyhissalam öz oğluna həm Peyğəmbər Sallallahu adını, həm də onun künyəsini veribdir, yəni Əbülqasım künyəsini. Halbuki Peyğəmbər Sallallahu sağlığında hər kəs övladı mənim adımla künyəmi birgə verməsin. Künyəmi verən adımı da verən künyəmi verməsin deyibdir. İbn Şəhrəşibun Mənaqib kitabının 2-ci cildinin 227-ci səhifəsində bu rivayət keçir. Təlhə bin Ubeydullah da onu görəndə deyir ki, ya Əli, Allah Rəsulü axı belə deməyib, sən də o iki adı birləşdirmisən. Deyir, Əleyhissalam məşdəndə aralarında mübahisə düşür, axırda mübahisədə Təlhə əsəbləşir, əlləri ilə hərəkət edir. Əleyhissalama deyir ki, mənim Peyğəmbər sallallahu qarşı həsədim olubsa da, sənin etdiyin ədəbsizlik qədər deyil. Oğlunun adını və künyəsini Peyğəmbər sallallahu adı və künyəsindən vermirsən. Halbuki o işdən bizi çəkindiribdir. Ümmət arasında heç kəs adını və künyəmi ikisi bir yerdə bir şəxsə verməsin deyibdir. Deyir, Həzrət Əleyhissalam da Təlhəyə sərt baxır, deyir ki, ədəbsiz o şəxsdir ki, Allaha və onun Rəsuluna qarşı ədəbsizlik etmiş olsun.
Sonra üzünü yanında olanlardan birinə çevirir, Qureyşdən bir neçə şəxsin adını çəkir, onların yanına çağırılmağını istəyir. Bir müddət keçir, həmin şəxslər gəlirlər. Və Əleyhisselam məsələn onları danışır, Təlhə bin Ubeydullah isə heç deməyərək izləyirmiş kənardan. Və gələn şəxslər də mövzudan xəbərdar olandan sonra Əleyhisselam onlara deyir ki, indi bu barədə nə şahid etdiyimizi söylüyor. Onlar da deyirlər ki, ya Əli, biz şahidik ki, Allah Resulü sallallahu aleyhi və aleyhi bir gün sənə deyibdir ki, məndən sonra tezliklə Allah sənə bir oğul övladı verəcək. Mən öz adımı və künyəmə bağışlayıram. Ondan başqa ümmətimdən heç kəs üçün belə bir şey rəva bilmirəm. Təlhə də bunu eşidən kimi dərhal səsini kəsir. Yəni, bu rivayət də həmçinin Allah Məclisin Bihar-ül Ənvarının 38-ci cildin 304-cü səhifəsində, İbn-i Şəhraşubun Əl-Mənaqib əsərinin 2-ci cildinin 227-ci səhifəsində, İbn-i Əsakirin Tarix-i Mədinə-i Diməşq kitabının 54-cü cildinin 327-ci səhifəsində və sair mənbələrdə gəlibdir. Xülasə Muhammed Hənefiyyənin adının Muhammed künyəsi isə Peyğəmbər adının künyəsi kimi olması məsələsi barəsində Muhammedin öz dilindən də hətta bir rivayət var ki, İbn Səd Təbəqat-ı Kubra kitabının 5-ci cildin 67-ci səhifəsində, həmçinin Hakim Müşəpəri Müstədək Əl-Səhheyn kitabının 4-cü cildin 339-cu səhifəsində bunu nəql edib. Bəlazuri də Ənsab-ül Əşrafda nəql edibdir ki, Muhammed Hənəfiyyə deyir ki, Peyğəmbər sallallahu atam Əli əleyhissalama mənim adım və künyəm barədə icazə verib. Atam Əli əleyhissalam Peyğəmbər sallallahu Allah bir gün mənə dəyərli bir övlad versə, sənin adını və künyəni ona verə bilərəmmi deyə sual edib. Peyğəmbər sallallahu deyib ki, bəli, ya Əli, verə bilərsən. Yəni bu ad və künyəni ikisi bir yerdə odama qoya bilərsən, öz övladı var. Deməli, bu hər iki rivayət bizi üçün göstəricidir ki, bu şübhə də aradan geçsin və kimlərsə deməsin ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi belə bir qadağa qoyubdur və Əli əleyhissalam da gəlib bu qadağanı pozubdur. Və Əli əleyhissalamın özü açıq-aşkar bəni Haşimdən olan ki, Qureyşdən olan şahidlərin yanında bunu iqrar etməsi, Təlhəni susturması ki, o Təlhə ki, sonra cəməldə Əli əleyhissalamın düşməni oldu, qılınc qaldırdı və eyni zamanda övladının da Muhammed Hənəfiyyə ki, mömin, alim bir şəxsin də dilindən, siqə bir şəxsin də dilindən bu rivayətin iqrar olunması bizi üçün kifayət edir ki, bu məsələdə onlar istisna ediliblər. İndi belə deyək ki, Muhammed Hənəfiyyənin künyəsinə əlaqədar bunu da deyə bilərik ki, bəzən ona Əbu Abdullah da deyibdilər. Yəni, belə bir qeydlər də var. Məsəl üçün, İbn Əsakir Tarix-i Mədinə-i Diməşqdə belə bir qeyd verir ki, o bəzən Əbu Abdullah künyəsi ilə də xitab ediblər. Ki, bunu da niyə deyiblər? Çünki Muhammed Hənefiyyənin Abdullah adında bir dənə övladı var idi. Böyük oğlu var idi və ona görə bu cür xitab edirdi. Amma daha çox Əbul Qasım künyəsi ilə tanınıbdır. Muhammed Hənefiyyənin həyat qurması məsələsi ilə bağlı əlimizə çatan mənbələr deyir ki, 6 dənə həyat yoldaşı olub, 16 dənə övladı olubdur. Ki, məsələn, onların da hamısının adı bizə bəlli deyil. Məsələn, bir adı bizə bəlli olmayan xanımdan ki, Əbu Haşim künyəsindən məşhur olan Abdullah, sonra Həmzə, Əli, Cəfər, Əkbər adlı oğlanlar olubdur. Cəmal bin Qeys bin Məxrəmə bin Muttəlib bin Əbdülmənəf bin Qusay adlı bir xanım olubdur da, yenə yoldaşlarından ki, Həsən adlı oğlu dünyaya gəlib ondan. Həsən dediyi gözəl əxlaqına görə gənc yaşlarından Haşimlərin əxlaqlısı adı ilə tanınıbdır. Yəni, onun çox ağıllı olduğunu, hətta qardaşı Əbu Haşim Abdullahdan da üstün olduğunu deyiblər. Amma təəssüflər olsun ki, Həsən ibn Muhammeddən övlad qalmayıb, yəni onun nəsli dayanıbdır. Sonra Bəni Haşimin müttəfiqi Muzir tayfasından olan Musarra'a bint İbad bin Şeybandan ki, bu da xanım adıdır, zövcəsi olubdur Muhammed Hənefiyyənin. Ondan da İbrahim adında bir oğlu olubdur. Ki, məsəl üçün Sibt ibn Cavzi Təşkət-ü Xavas kitabı 269-cu səhifəsində bunları nəql edib, həmçinin İbn Səd Təbəqat-ı Kubranın 5-ci cildinin 68-ci səhifəsində bunları nəql edir.
Sonra Ümmü Əbdürrəhman künyəsindən tanınan bir xanım olubdur. Adını deyirlər ki, Birra bint Əbdürrəhman bin Haris bin Nufəl bin Haris bin Əbdülmuttalib bin Haşim. Bu xanımdan da Haris bin Nufəl ki, daha doğrusu belə deyək də, Qasım yaxud da Əbdürrəhman adlı iki oğlu ki, və Ümmü Əbiha adında da bir qızı olubdur. Künyəsindən tanınıb belə. Sonra Ümmü Cəfər binti Muhammed bin Cəfər bin Əbi Talib bin Əbdülmuttalib adlı bir xanımı da olub başqa. O xanımın da Cəfər, Əsğər, Əvul və Əbdullah Əsğər adlı 4 övlad olubdur. Və adı bilinməyən başqa bir kəniz xanımdan da Abdullah və Rüqayyə adında iki övladı dünyaya gəldi, qeyd olunur mənbələrdə. Bu dediyimiz kimi Muhammed Hənəfiyyənin anasının ki adı Xavlə xanım olubdur. Bu evlilik məsələsi Əli Rəssamla belə gəlir ki, düzdür, bir çox rivayətlər var, tarixi mənbələrə biz baxanda görürük və bəzi təhqiqatçılar indi araşdırmaya əsasən ki, kimlər üçün daha qanun edici hansıdır, onu əsas götürürlər. Məsələn, bəzi mənbələr Peyğəmbər sallallahu zamanında Bəni Zübeyd qəbiləsinin dindən çıxaraq mürtəd olduğuna görə Peyğəmbər sallallahu Həzrət Əleyhisselamın onların üzərinə göndərdiyini yazırlar. Sonra döyüş olur, qənimətlər götürülür və daha əvvəl Bəni Hənəfiyyədən savaş nəticəsində Bəni Zübeydə əsir düşmüş Xavlənin indiki döyüşdə də Bəni Zübeyddən kəmiz olaraq Həzrət Əleyhisselam payına düşdüyünü qeyd edirlər. Yəni, bəzi tədqiqatçılar bunun doğru olmadığını qeyd edirlər. Dəlil kimi də Bəni Zübeydin dilindən çıxmağını Peyğəmbər sallallahu vəfatından sonra ki, baş veribdir bu hadisə, buna görə bunu əsassız sayıblar. İndi mahiyyət olaraq da bəzi kitablarda Bəni Əsəd qəbiləsinin Bəni Hənəfiyyə belə deyək ki, qəbiləsinin üzərində hücumu nəticəsində Xavlə xanımın Bəni Əsədə əsir düşməyi, Əbu Bəkir xilafətin ilkin dövrlərində Mədinəyə gətirilib Əli Rəssalama satılması, qohumlarının da xəbər tutub Mədinəyə gəlib Əli Rəssalama məsələni izah etmələr nəticəsində ki, İmam Əli Rəssalam Xavləni kənizlikdən azad edib onun evlənməsi yazılır. Məsələn, Balazur Ənsab-ül Əşrafın 2-ci cildində belə qeyd edir. Məsələn, Əsma binti Ümeysdən gələn rivayət isə tam fərqlidir. Məsələn, Zəhəbi Siyar-ı Əlam-ı Nübalada gətirir, deyir, Əsma binti Ümeys deyir ki, Xavlə Hənəfiyyəni gördüm. Qara, qəşəng və uzun saçları var. Əli Rəssalam onu Yəmən səfərindən qayıdarkən Zülməcaz bazarından almışdı. Yəni, Zülməcaz adında bir bazar olubdur. Yəmən səfərindən qayıdanda Həzrət Əleyhisselam oradan bu xanımı alıb. Gətirib kəniz kimi xanımı Fatiməyə hədiyyə edib. Xanım Fatimə salamlı aleyhə də onun mükəmmel qifariyə satıb və Xavlənin ondan Əvani adında qız olub. Yəni, bu hadisənin özü də tam dəlili sübutdur, səhih deyil. Plus burada Əli Rəssalam necə evlənməsi də bəlli olmur bizə. Və həmçinin də burada biz görürük ki, Həzrət Əleyhisselamın tarixdə bəllidir bizlər üçün ki, evlənməsi yalnız xanım Zəhrə Salmaya şəhadətindən sonra olubdur. O vaxta qədər heç bir xanımla izdivac eləməyibdir. Yəni, burada da görürük ki, yəni, bu rivayətdə biz üçün bir mahiyyət kəsb eləmir. Ən yaxın variant bu götürülür ki, Xavlə Hənəfiyyənin Riddə müharibələrində tayfasından əsir düşdüyünü və Mədinədə Əli Əleyhisselama nəsib olması fikrinin daha etibarlı olması qeyd olunur. Yəni, Peyğəmbər sallallahu şəhadətə qovuşandan sonra müsəlman olmuş bir çox ərəb qəbilələri dindən çıxdılar. Bəziləri yalancı peyğəmbərliyi iddias etməyə başladı, bəziləri zəkat vermədən boyun qaçırdı. Xavlə xanımın qəbiləsi Bəni Hənəfiyyə tayfası dindən çıxan, yaxud da müsəlman olduqları halda zəkat verməyən, Əbu Bəkirin xilafətini qəbul etməmələri səbəbindən zəkatları ona vermək istəməyən tayfalardan biri idi. Əbu Bəkirin xilafəti vaxtında da bu qəbilələrə qarşı baş verən müharibələrdə əsir düşərək Mədinəyə gətirilənlərdən biri də Xavlə Hənəfiyyə olur. Və gətiriləndə Əli Rəssalama verilir. Ki, yaxud da Əli Rəssalam onu alır. Ki, bu Sünni və Şiə məbələndə daha çox nəql olunmuş məşhur hadisədir.
Məsəl üçün, mərhum Bəhrani Mədinətül Məaciz kitabının 2-ci cildinin 220 və 223-cü səhifələrində ki, Əllama Məclisi Biharın 29-cu cildinin 457-ci və 461-ci səhifələrində bu aralıqda bunları qeyd edir. Amma Xavli Hənəfiyyənin Həzrət Əleyhisselam'a xanım olmazdan əvvəl evli olması və qızının oğlan olması Zəhəbinin nəql elədiyi ki, biz üçün tam bəlli deyil. Mümkündür ki, olsun da, olmasın da. Ki, təbii ki, burada da bir qüsur yoxdur, aydın məsələ, amma hər hal, yəni bu biz üçün konkret bir dəlil olmadığına görə yenə də sual altında qalmış olur. Burada bir mövzu da var ki, bəziləri belə deyirlər ki, Muhammed Hənəfiyyənin anası Xavlə xanımı, yəni Xavlə Hənəfiyyənin əslində sindli olmağı qeyd olunub və o Hənəfiyyə tayfasından deyil, əksinə bir kəniz olubdur və əsli də Sindlidir. Sind, yəni Pakistan dövlətinin əyalətlərindən biridir. Pakistan ərazisində yerləşən bir məntəqədir, orayla adlanıbdır. Bu da niyə görədir? Çox qaraşın olubdur xanım ona görə. Bunu belə adlandırırlar. Hətta İbn Səd Tabaqat-ı Kubra kitabının 5-ci cildinin 67-ci səhifəsində qeyd edir ki, Muhammed ibn Ömər Vaqidi Əbdurrahman bin Əbu Zənnaddan, o da Hişam bin Urvədən, o da Fatıma binti Munzərdən, o da Əsma binti Əbu Bəkirdən nəql edir ki, Muhammed Hənəfiyyənin anasını görmüşdüm, o əhalisindən olan qaradərli qadın idi. Hənəfiyyə xanədanının kənizi idi və əslə həmin tayfanın fərdlərindən biri olmayıbdır. Xalid ibn Vəlid o vaxt onların üzərində hücuma keçəndə həmin tayfa ilə danışıqlara gedib belə demişdi ki, əgər qulam və kənizlərinizi bizə versəz, sizə toxunmarıq. Ki, bu qayda ilə də Əsma binti Əbu Bəkir Xavlə xanımı Mədinəyə gəlib çıxdığını qeyd edib. Amma Muhammed Hənəfiyyənin anasının şəxsən sindli olmağı haqqında, yəni təbii ki, bu cür dəlillər aciz və zəifdir. Çünki biz baxdıqda tarixdə görürük ki, onun çox şəcərəsi ki, qeyd olunubdur. Dediyimiz kimi, tarixi, sirə, bioqrafik kitablarda, mənaqiblərdə, ricallarda, məsələn, orada bütün qeyd olunan adlar ərəb mənşəli adlardır və hətta qəbilənin özünə söykənən bir nəsil ardıcılığı var, şəcərə var. Ki, hətta Bəkir bin Vail qəbiləsinə qədər ki, onun şəcərəsi gedib çıxır. Əgər sindli bir qadın olsaydı, kəniz olsaydı, nəsəb cəhətindən Bəkir bin Vail qəbiləsinə birləşə bilməzdi. Ərəb mənşəli adlar olmamalıydı, gərək onun adlarında heç olmasa başqa fərqli bir məntəqəsinə uyğun adlar olmalıydı. Yəni, İslam tarixindən də az olsa belə məlumat olanlar bilir ki, ərəblər nəsəb mövzusunda çox sərt olublar. Yəni, öz soylarının olmayan, üstəlik kişi belə olmayan birini öz qəbilələrinə nisbət verməyiblər. Yəni, bu sözü də nəql edən kimdir? Əsma binti Əbu Bəkir. Yəni, təbii ki, Əsma binti Əbu Bəkir, yəni birinci xəlifənin qızı. Bu adam illərlə Əleyhisselamın ailəsinin, əsasən də Muhammed Hənəfiyə qarşı mübarizəsini aparan, özünü həmişə Muhammedlə müqayisə edən, onun paxıllığını çəkən Abdullah ibn Zübeyrin anası idi. Yəni, bu sözlər onun oğlu ilə müxalifət edən və heç bir yolla oğluna beyyət etməyən Muhammed Hənəfiyyəni nəsəb baxımından gözdən salmaq üçün işlədilmişdir. Bir söz ola bilər ki, bu da onu göstərir. İbn Zübeyrlə hətta Muhammed Hənəfiyyənin arasında olan münasibətləri ki, biz nəsib olsa danışacaq, onların necə bir kontaktı olubdur, hansı həddə olubdur. Bəlkə də bunlar bizə göstərəcək ki, onlar düşmənçiliyin nəticəsində ona bu cür nisbət veribdilər tarixdə ki, anasını bu cür adlandırmağını alçaltsınlar. Digər məsələ İslamın gəlişindən hələ yarım əsrdən çox vaxt keçəndən sonra bəzən yenə də ərəb cəmiyyətində cahiliyyət adətlərini biz görə bilirdik. Yəni, baxsaq görürük tarixi mənbələrdə ki, bunlar hələ də keçirilirdi, yaşayırdı, saxlanılırdı. Və digər ehtimal da budur ki, həqiqətən Xavlə xanımın Sind əhli ilə genetik bağlantısı olubsa da, onun atasının yox, anasının
o tayfiyə söykənəcək olubdur. Yəni xülasə biz tarixi mənbələrlə getsək, fərz eləsək ki, cahiliyyə dövrünün adətlərindən biri kimi bu qalıbdır. Buradan bir nisbət vermək olar ki, onun anasının nəsli tərəfdən kimlərsə gedib ora çıxır. Yəni sindliyə olmağına, sind əhlinə genetik bir bağlılığı var. Çünki İslamdan əvvəl cahiliyyə ərəblərin arasında nəsəb məsələsi çox kəskin bir məsələ idi. Hətta öz qəbiləsindən birinin yox, başqa ərəb qəbiləsindən biri ilə ailə qurmağın belə, belə deyək də, o sənin gələcəkdə doğulacaq körpənin gələcəkdəki cəmiyyətdə nə qədər hörmət və nüfuz sahibi olmağına təsir göstərə bilirdi. Yəni, belə olanda da əgər bir ərəb kişi qeyri-ərəb qadının evlənsə, həmin ailədə doğulan uşaq həmişə belə yuxarıdan aşağı deyək də baxırdılar və hətta elə uşağa həcin deyirdilər. Yəni, qarışıq, adi, ləyaqətdə aşağı olan mənalarını verən söz istifadə edirdilər. Yəni, çox da hörmət sahibi olmurdu bu uşaq. Onu ərəblərdən aşağı kimi sayırdılar. Təbii ki, bu da yer dediyimiz kimi, bu bir ehtimaldır ki, onun ana tərəfindən uzaqbaşı ola bilərdi. Çünki ata tərəfi ilə heç bir dəlil sübut yoxdur ki, bu getsin bir sind əhlindən olacaq, nəslə söykənsin. Amma mahiyyət olaraq biz tarixi mənbələr araşdırında görürük ki, Əsma bint Əbu Bəkirin Muhammed Hənafiyyəyə, onun ailəsinə olan düşmənçilik hissindən ki, bu hal baş verdiyini mümkündür ki, biz müşahidə edək. Velhamdülillah Rabbil aləmin.